Gündən sonra işə gedirik. Toğrul da bir ara bağçaya gedirdi, sonra yenə getməmişdi. Uzun müddətdə nə işə, nə bağçaya gedirik. İndi qayıdırıq real həyatımıza. Eləmə. O gün dedim ki, sənə lift xarab ola bilər. Gəl bura. Gəl. Geç. Hə, söhbət. Gedək görək işdə nə var, nə yox, nə dəyişiklik var. Yavaş ol. Hə, qızlar, iş üçün darıxmışsan desəm, biraz darıxmışam amma uzaq 10 gün. 10 gündən sonrası sıxıcı olur. Mənə dədəmin iş yeri lazımdır, deyil. Dədənin iş yeridir, bax mənə elə bir iş yeri lazımdır. 10 gün qaymadıq. 11-də gedim, 2-də qayıdım. Elə bir şey istəyirəm, təcil olaraq. Varmı elə bir yer, mənə təşrif edin qızlar. Bu da Toğrulun təzə ayaqqabılarıdır. Özün reklamını edən ürəyim gedir. Danışamadım az. Çıx görək, gözlə. Gəl. Çıxdığını demədən göstər. Səhər tezdən durmuşam. Bunu deyim ki, insan işə çıxan kimi əsəbləşir. Mağazada xala deyirəm ki, kişmiş almışam, qara kişmiş. Kulyoka qoy. Deyir ki, şeydir, bir damcı şey kulyoka qoyurlar. Başım çıxıb, bir damcı şey mən əlimdə gəzdirməliyəm, ay bacım. Bu insanlar nədən böyle agresif? Nədən? Mən də kişmiş aldım. Sonra Sufiyədən bir dənə şey aldım, simit. Bir də ki, balqalaq toxum almışam, Toğrul üçün. Çünki qurdu var. Görək təsir edəcək, yoxsa yox. Gedək işə çataq, işdəki abu-havaya baxaq. Görək hər kəs böyle sinirli, yoxsa ancaq mağazadaşlar böyle asabidir. Sabah-sabah nevroz dolar elə bir. Tezdən hava böyle arkidişlər. İnşallah, inşallah gələn vaxtı Toğrulu səhər tezdən məktəbə aparacam. Yəni bu vaxtlar əslində məktəbə aparmış olacağım. Amma özüm yəqin qayıdacam da. Düşünüyorum, Allah qoysa qismət eləsin. Sağcanla o illəri görmək. Gəlmişəm iş fasiləsində Göyçay marketə. Burada belə avadanlıqlar var. Mən istəyirəm buxarlı ütü. Burada qiymətlər məncə ucuzdur. Baxın, yəni burada var belə bir şey 23 manata. Yaxşı da əslində əti falan da çəkir. Məndə düzdür var. Amma ki sizin üçün çəkirəm. Baxın 44 manata. Məndə belə bir şey olmalı deyəsən. Bu başlığı da var, bu başlığı da var. Bir də başqa bir başlığı olmalıdır. Qiyməti də bunların münasibdir. Çox da baha deyil yəni. Sonra burada fenlər də var. Fenlər də 42 manata. Bir dənə də buran fen istəyirəm. Prosto bu dəqiqə yoxdur. Burada da şey çoxlu çaşqalar var. Qiymətləri də belə də. Məsələn bu bahadır. 5 manat 50 qəpiyə. Adi şu çaşqadır. Sonra 23 manata. Keyfiyyətini bilmirəm amma qiymətləri münasibdir. 22 manata toster. Bu balacadır. Bunu keçən dəfə açmışdıq iş yoldaşımız üçün. Çox balacadır. Mən burada meyvə qurdan görmədim. Dedim görüm varsa nə içsədir. Sonra bizə bağa ütü lazımdır. Belə bir şey. Bu da yaxşıdır. 23 manata balacadır. Rahat. Kompakt. Sonra qızlar. Belə videolar çəkməyə xoşuma gəlir. Bilməm siz bəyənirsiniz yoxsa yox. Burada şey qiymətlərə də baxaq. Bax bunlar da 80 manatdır. Dəst şəklindədir. 4 dənədir içində. Əvvəllər cehiz aparırdılar. Məndə də var ondan. Sonra sizə göstərim. Çayniklərin qiymətini baxaq istəyirsiniz. 43 manatadır belə bir çaynik. Məndə var idi fitdisindən elə xarab oldu getdi. İndi işlədirəm belə adi dədə baba çayniklərlə. Fitdi çaynik xarab oldu. Mən də düşünüyorum. Yandı yazıq qalıb. Fitdi xarab olmuşdu. Sonra böyle bir şeyler var burada. Belə bir şeyler var. Bu tipdə bir şey almışdım keçən dəfə. 9 manat neçə qəpiyə deyəsən çörək üçün. Xoşdur çörək qabı üçün rahatdır da. Çörək qurumuş falan. Belə bundan idi deyəsən. Mənkinin altı şəffafdır. Bununkinin altı şeydir.
12 manat 50 qəpik, 70 qəpik dəstə. Yəni çox da baha deyil. 10 manat 30 qəpik, 9 manat 90 qəpik ikisi. Sonra belə bir duz qabı var, 19 manat 50 qəpik dəst şəklindədir. Bu da yaxşıdır, bu da yaxşıdır. Mən buradan almışdım o aldığım ədviyyat qabını. Bax, bu üçlü, keçəndə 3 manat 60 qəpik göstərmişdim də sizə. Burada 2 manat 40 qəpik idi. Qayalıda 3.60 idi, burada 2 qəpik. Yəni Göyçay market Qayalıdan daha ucuzdur. Belə baxıram. Sonra burada da var 56 yaprak. Görək bu neçədir? Bu zapaslı da məncə. 7.95 bu bahadır. Belə içində çoxdur, amma yenə də baxadır. 4.55-ə məsələn lazım olsa Temudan zakaz eləmək lazım deyirlər. Temuda daha sərfəlidir çünki 3 manat 50 qəpiyə əncək. Başqa nə maraqlıdır sizə deyin, arada bir mağazalara gəndə çəkim sizin üçün. Bizə bu arada samovar lazımdır. Hələ ki tapa bilməsək də lazımdır. Sonra bunlar da qəşəngdir bax. Neçədir bu? 6 manat 50 qəpik. Qaşıq qabı. Mən bu elə bildim diş pastası qoymaq üçündür. Üstünə qaşıq qabı yazılıbdır. Sonra belə 5 manat 50 qəpiyə üçlü qab var, plastik. İstəsəniz siz də yəni Göyçay marketdə Sumqayıtdadır. Göyçay reklamı eləməməyə başlayıb. 3 manat 30 qəpiyə bir dənəsi. Yaxşıdır, istəyirəm. Dəhşət baha deyil də yəni. Burada həmişə fərqli saçkalar olur. Və qızlar, mağazanı gəzdim. Demək olar ki, özümə lazım olan şeylər tapmadım. Belə gəzdim, kaçışdı. Özümə qutab almışam. Qutablı günlərim başladı. Görüm gəlin əsrdən qismət olsa bəlkə səliqəli yemək gətirərəm. Bu günləri qutabını yola verək. Gələndən bəri başım işlə qarışmışdı ki, nasıl sizin üçün video çəkə bilmədim. Bəli. Mən əslində bugün başdan ayağa vloglayacaqdım. Amma işə qaydandan sonra başım qarışdı, hesabat falan elədim. Mayanın hesabatı. İndi belə yeməyimizi yeyək, danışarıq. Çok yanıyor. Sizi verene şükür olsun. Nasıl geldin? Mən sana tertib alamadım. Ama adam üstünde Aparatı Allah'tır. saxlayıb, Sen kıymetlendirme edince burada en datlı olan şey nedir? Bizdən 1000 manat Tamam. istəyir. Belki var eləməsini 750 manat. Qız xeyir olsun qızlar, necəsiniz? Yeni bir vlog başlayıram. Toğlulla özümə yumurta qızartmışam. Gedək ana bala oturaq, yeməyimizi yeyək bu günləri. Dəhşəti bizim çox işimiz yoxdur, amma ki yenə də ola bilsin ki çölə çıxdıq. Çaykımızın da altını yandıraq. Uje işə çıxmışam, saat 10-dur. İşə çıxmışam saat 10-da söhbət apar. Yəni dünəndən işə çıxmışam, onu demək istəyirəm. Mənim son vaxtlar biraz danışıq zeyim itibdi, nə deyirlər ona. Funksiyalarım itibdi. Ona görə böyle oluyor arkadaşlar. Buralar biraz dağınıqdır, buraları yığışdırmaq lazımdır. Düzdür, səhər tezdəndən duranda bundan ekstra bir nə gözləmək olar, amma yenə də yığışdırmaq lazımdır. İş yerimizdə çaxnaşmadır hal-hazırda. Ara qarışıq məsələ bitib. Yəni, ona görə biraz qarşılıq çoxdur. Bir alışveriş edilibdir. İstəyirəm ki, onun vlogunu çəkəm. Banan. Toğrulu fizioterapiya aparmışdı yoldaşım. Demişəm canım lazım. Qatıq. Qatığı da dədə baba suyu ilə tapa bilmirik. Ancaq marketlərdən. Soğan. Nədir? Meyvə qurusu. Şişmiş. Və getir qaysıdır. Alma. Vətənimizin gözəl torpaqlarının meyvələri.
Mandarindir, portağaldır, nədirsə. Cinsi mənşəyi məlum olmayan meyvə. Bu nədir? Bu neyse qurusudur. Bu nədir? Gözüm ölmüşsə. Cilas qurusu. Oxşuyur. Ama tam da o değil de yani. Bu da limon. Limon da bize sərtizin qarışım üçün lazımdır. Və bunlara ümumi 32 manat pul xərcləyib. Vay vay. Böyle baxışdan elə bir şey yoxdur. 32 manat pul xərcləmişdim. Lanet olsun. Axşamınız xeyir olsun. Deməli, işdən gəlmişəm, evdəyim, çayımı almışam, oturmuşam. Yeməyimi qoymuşam üstə pişsin. Sonra deyirlər ki, işdən niyə bezirsən? Ay bacı, 2 gün işə çıxmışam. Gözümün üstündə laynerin biri var, biri yoxdur. Yorğunçuluqdan leşim çıxıbdı, yemək pişirməliyəm. Qaydan kimi birinci yeməyimi attım üstə pişsin. İndi də oturmuşam, dincəlmək istəyirəm. Amma evə baxıram, ürəyim sıxılır. Deyirəm, ilahi bunlar kimi yığışdıracaq. Sonra deyirəm, Aysə, sən güclüsən, bacararsan. Bəli, bunları özümə təkrar edirəm. Görəm, heç nə yoxdur ortaqda. Amma təşərrəmaqdayım. Belə, yəni ki, işdən çıxmaq istəsəm, nə vaxtsa işdən çıxası olsam, məni qınamayın, ay qızlar. Çünki iş həyatı ilə insanın yaşayışı uyğun gəlmir, mümkünatı yoxdur. Bacarırsa onlayn iş tapın, əlavə cəriyə tapın, nəsə bir şey tapın, amma işə getmin. 9-6 rejimi ilə insan yaşamır. Bəli. Biz beyaz yakalılar mesela. Yeməyimin bişməyinə çox az qalıbdı. Əvvəlcə belə kartofu vəziyyətdə qaynatdım. Qaynara düşməyini gözlədim, belə deyək. İndi isə minnoş küftəciklərimi atıram suya. Bunları mən neçə gün əvvəlcədən eləmişdim ki, yeməyim sveç olsun. Çünki belə köhnədən qalanda yaxşı olmur. Yəni hazırı pişirib qoyanda istər-istəməz köhnə olur da yemək. Ona görə belə təzə pişirirəm. Kartofum biraz pişib deyəsin. Gərək biraz təzə saldım ətini. Yox. Ümid edirəm ki, çox pişmiş olmazlar. 2, 3, 4, 5 dənəsi də qaldı. Onda növbəti dəfə istifadə eləyərəm. İnşallah ki, kartofum çox əzilməz. Yeməyim bişər. Neyse qızlar, belə işlə evi bu baxımdan çatdırmaq olur, bax. Əslində təzə sildiyim qazın halına baxın. Bu küftələrimi də saxlayıram. Növbəti dəfə yemək pişirəndə istifadə edəcəm. Belə işimə yarayır, yəni əvvəldən pişirəndə insana daha rahat olur. Pişirəndə deyəndə, daha doğrusu belə yarım fabrikat eləyəndə. Burada bir də kotletim var. Onu da yine yarım fabrikat eləmişdim. Belə bir şeydi. Kartuşka falan qızartanda, nə bilim, makaron falan eləyəndə yaxşıdır. Düz bizdə makaronla kotlet biraz çox da getmir. Bir de burada qablarım var. Görək bunlar yuyulmuş qablardır, yoxsa çeşnidir? Yuyulmuş qablar. Bunları da yerine yerləşdirmək lazımdır qızlar. Bunu da yerine yerləşdirim. Sonra isə nə yapalım? Şəkilləri düzəlim. Bəli. En azından şükür edirəm ki, bu qabyan var da yəni. İşimi asanlaşdırır, yoxsa vəbşə mənə çətinlər. Həqiqətən də çox çətindir. Necə ki, illərdir mən çox çətinlik çəkmişəm. Ki, həm qabları yu, evi yığışdır, işə get və s. və ilaxır. İndi biraz da sonrası yüngülləşib qabyandan sonra təbii ki. Gəlmişik Novxandayıq. Buranı həm təmizləyəcəyik, həm də istəyirəm burada video çəkəm. Bilirsiniz ki, çoxdan da Novxanaya gəlmirdim. Qapımızın cəftəsini o qədər sındırdılar ki, axır onu bütöv dəyişib dəmirdən eləyirik ki, inşallah daha sınmaz deyə ümid edirik. İnanın, o qədər çobud davranırlar qapıya, nə bilim, pəncəriyə, hər şeyə də. Yəni, dəyişə-dəyişə gedirik, görə inşallah axır yaxşı olar. Hal-hazırda ev belə vəziyyətdədir. Birazdan sərgiyə salacaq. Təmizlik işi gedəcək. İstəyirəm gəlmişkən biraz gəzdirim sizi. Çoxdan da buralara gəlmirik.
Bu mənim balaca oğlum Toğruldur. Tanımayan yəqin ki, yoxdur. Hətta onu deyim ki, bayaqdan uşağım onu göstərir. Nədir o, de görüm. Bu deşik bizənin nə oldu? O bilirsən nədir? Elə bir ki, bura poldur və ayaqları da sulu gəldiklərinə görə onun üstündəki elə polun qabığı soyulubdur. Yəni narahat olma, narahat olması bir şey yox. Yox idi. Nədə eyb yoxdur. Olub da indi neyniyək? Bura bir biznesdir. Yəni biznesdə hər şey ola bilər. Hər şey ürəyimizə salsaq görəndə biz xəstə olaq. Da yaxşı da. İki oğlansan, keç otur. İndi otusturacam ha dərsən. Bu da mənim gülüm, çiçəyim, böcəyim. Amma yazığım suyu yoxdur. Yazıq uşağın suyu yoxdur. Buna bir damcı su verim. Çıxar yuxarını göstərim sizə. O vaxta qədər. Sən ver də, yaxşı ver. Adi stəkanda ver. Bax, gör. Çıxardım sizi özümlə ikinci mərtəbəyə qızlar. Çoxdandır bura gəlmirəm. Darıxmışdım bura üçün. Hal-hazırda belədir. Təmizlənməlidir. Səliqəyə salınacaq. Bu da yuxarıdan görüntüsüdür. Bura bizim ilmək-ilmək kurduğumuz bir bızınız. Düzdür, bızınısımız hələ ki pulunu ancaq kreditə verir. Sağ olsun. Amma inşallah, inşallah yayda Allah qoysa ümid edirik ki, biraz daha yaxşı olar. Ümid edirik. Yəni, biraz 2 illik kreditlərimiz var. Onu bitirə bilsə, əslində yaxşı olacaq. Yataq otağının biri buradır. Kombisi falan var. Yəni, pastellər falan gördüyünüz kimi tərtəmizdir, səliqəlidir. Hər dəfə də dəyişdirilir. İndi bilmirəm, yoldaşım bunu dəyişdirilmiş pasteldir, yoxsa dəyişdirilməmiş pasteldir, onu deyəcək. Baxacaq ona uyğun. Dəyişdirilməsə əgər dəyişib yenilərini qoyacaq. Burada da təzə pastellər gətirmişik. Dəyişəcəyik, tosurunu gətirmişik, burada qoyacaq. Belə qızlar düşək aşağı. Mən də ən sevdiyim videonu çəkim. Ayaqlarımı çəkirəm qızlar. Düşdük. Və Toğrul bəy nə iş görür? Gülümüzə su verir, sağ olsun. Sənki bilsən nə yoxşur? Bala, samanlıqda iynə axtarmaq. Onu biraz böyük qabla verərdin də. Qab verdi ondan qab. Qab verdi. Elə ondan tökəyib yox da, bəsdir, tökmüsən ucu. Tökmüsən də o qədərini töküb bir damcısını niyə saxlayırsan? Görək xalininkimizənsə var. Yoxsa boşdur. Ta-ta-ta-tam, boşdur. Bir dənə şey saxlamazlar burada. Bir koladan fantadan alalar, qoyalar, bahalı-bahalı özdə. Bu buradan çıxıb. Mənəm. Mənəm də dedim. Və belə. Qazımız da gəlir həmişəki kimi. Görürsünüz, ideal vəziyyətdə. Düzdür, biraz qazımızın üzrə pis günə qoyublar. Yəni, mən bunu yuyub təmizləyəcəm. Belə. Dərsə davam edək, qızlar. Telefonumu qoyum, başlayım. Çəkilişdirim, təmizliyimə. Bu paraşokumuzdur. Bilmirəm, neçə aldı. Həmişə Ariel alırdı yoldaşım. Dedim ki, əziz həyat yoldaşım, bəsdir, bahalı paraşoklar aldın. Ona görə demişəm, biraz ucuzunu alsın. Yəqin ki, ucuz deyə düşünürəm, ümid edirəm. Yaxşı edin, afərin sənə. Afərin. Şu. Hə qızlar, evi təmizlədim, elədim gül kimi. Toz soranladım, sildim. Toz soranı da burada qoyacağım. Çünki evə aparıram, onsuz da bu mənim mani olur da, yəni evdə böyükdür deyə. Bunun əvəzinə özümə başqa bir toz soran görmüşəm, ondan almaq istəyirəm. Yəni, zaryadka ilə işləyirdi o. Belə silmişəm, gül kimi eləmişəm. Gələn adam üçün inşallah polni istirahət arzu edirəm. Buranı da belə səliqəyə saldım. O mənim buranı təmizlədiyimin nişanəsidir. Ona görə qoymuşam orada. Yoldaşım təhvil verəndə götürər. Və sonra belə 2 nəfərlik set qoyduq. Müştəri inşallah gələndə istifadə eləsin deyə. Belə səliqəyə salmışam. Hər şey qaydasındadır. Yuxarı otağı da eyni ilə təmizləmişəm. Pastelini falan